Bəzi piyadalar, mən bunu analiz etmişəm ki, necə ola bilər ki, insan maşına baxmadan keçsin? Dəvəquşu sindromu yalnız sürücülərə yox, eyni zamanda piyadalara da aiddir. Bəzi piyadalar elə bilirlər ki, əgər yola baxmasalar, təhlükə yoxdur. Əgər mən maşını görmürəmsə, məni az qala 2 saniyədən sonra basacaq maşını görmürəmsə, o məni necə basa bilər? Mən onu görmürəm axı. Və yola baxmadan. Və maraqlı bir şeydir ki, sağdan keçirlər yolu, sola baxmaq əvəzinə sağa baxırlar. Yolun ortasına çatanda sağa baxmaq əvəzinə oradan gəlir. İndi də sola baxırlar. Qəzaların çoxsu deməli biliklə əlaqədar deyil. Bilirsiniz, mənəmliklə əlaqədardır. Deməli, ən zəif, bilikli sürücü bilmirmi ki, qırmızıya keçmək olmaz? Bilir, amma keçir. Ən zəif, bilikli sürücü bilmirmi ki, piyada keçidində hər halda piyadaya yol vermək lazımdır, amma yol vermir, keçir. Yəni, burada bilikdən çox mənəmlik sindromu, görmürsünüz mən gəlirəm sindromu, qoymaram sindromu, bilirsiniz də bunlar haqqında hamısı, keçən il mən hamısını danışmışam, bezdim sindromu. Yəni, psixologiyadadır, yəni psixoloji amillərlə əlaqədardır əsas qəzaların sayı, mən belə fikirləşirəm.